Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu dəfə sizlərlə quzu içalatından çox ləzzətli qovurma resepti bölüşürəm. Tavanı biraz isidib, əvvəlcədən doğradığım quyruqları bura əlavə edirəm və biraz əridirəm. Quyruqlar əridikdən və yağa düşdükdən sonra üzərinə yuyub doğradığım ağciyərləri əlavə edib bişirirəm. Qaraciyərdən başqa içalatın hər bir hissəsini birlikdə bişirmək lazımdır. Digər hissələri də bura əlavə edib qovururam. Biraz qovurulduqdan sonra qapağını açıram və 1 stəkan isti suyu bura əlavə edirəm. Qapağını örtüb bişənə qədər gözləyirəm. Bu arada isə qabığını soyub yuduğum soğanları yarım halqa şəklində doğrayıram. Siz isə elə bu məqamda videomu bəyənin, yaxınlarınızla bölüşün və hələ də abunə deyilsinizsə kanalıma mütləq abunə olun. Zəng işarəsini açaraq yeni gələn videolarımdan da xəbər tuta bilərsiniz. Dəstək olan hər kəsə indidən təşəkkür edirəm. Fikirlərinizi rəy bölməsində yazmağı da unutmayın. Kartofları da kup-kup doğrayıram. Tavadakı ətlər də tam pişdiyinə görə soğanlarımızı əlavə edə bilərik. Soğanları əlavə edib, soğanla və digər ətləri birlikdə qovururuq. Üzərinə duz və zövqə görə istiot əlavə edə bilərik. Qapağını örtürəm. Hərdən açıb, yaxşı qovrulsun deyə qarışdırmaq lazımdır. Üzərinə 1 çay qaşığı sarkök əlavə edirəm və biraz duru yağ əlavə edirəm. Gördüyünüz kimi soğanlar da ətlərlə birlikdə yaxşıca qovruldu. İndi isə doğradığımız kartofları bura əlavə edirik. Kartofları əlavə etdikdən sonra qapağını örtüb və modda kartoflar bişənə qədər biraz gözləyirik. Və son olaraq üzərinə əvvəlcədən yuyub doğradığımız və suyunu süzdüyümüz qaraciyərləri əlavə edirik. Belə olanda qaraciyər bərkimir və yumuşaq qalır. Mütləq siz də bu üsulla hazırlayın. Qapağını örtürəm və qaraciyərlər bişənə qədər gözləyirəm. Hərdən açıb qarışdırıram ki, dibi tutmasın. Və budur, yeməyimiz artıq pişdi, altını söndürdüm, hazırdır. Çox dadlı oldu, siz də bu üsulla hazırlayın. Fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Gördüyünüz kimi çox gözəl bişib. Sonda əlavə etməyimizə baxmayaraq çox tez bişir. Kartoflar da yumuşaq bişib. İzlədiyiniz üçün təşəkkür edirəm. Yeni videolarımda görüşmək diləyilə.